Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən xoş gördük hər kəsi və biz bu günləri Şəmkir rayonunda həkim Şənlik Babayevanın qonağıyıq. Ailə həkimi və pediatr bizim Çınar TV kanalında öz dəyərli fikirlərini söyləyəcək və siz tamaşaçılara da öz məsləhətlərini verəcək qida ilə bağlı və sağlamlığınızla bağlı sizə dəyərli fikirlərini bölüşəcək. Salam həkim, necəsiniz? Salam, xoş gördük. Sağ olun, çox sağ olun. Sizi salamlayıram. Çınar TV-nin yaradıcı və iştirakçı fəaliyyət göstərənlərini salamlayıram. Bütün Şəmkir cəmaatını salamlayıram və diqqətli olub məni dinləməyə dəvət edirəm. Deməli, əziz izləyicilər, Çınar TV-nin müsahibəsinə qoşulmaq, onun fəaliyyətində iştirak eləmək, ona müsahibə vermək, bu demək kanala mənim hörmətimdən, mənim demək dəyər verməyimdən sonra yarandı bu fikir məndə. Həqiqətən də bu kanalı izləməyiniz məsləhətdir. Yəni çox dəyərli yardımsevərlik kampaniyası ilə məşğuldur, çox dəyərli işlərlə, yəni insanlara xeyir gətirən, insanları sevindirən işlərlə məşğuldur. Bu işdə mən də öz az da olsa töhfəmi sizinlə bölüşmək istərdim. Az da olsa sizə öz xidmətimi göstərmək istərdim. Bildiyiniz kimi, Bəhmə müəllim təqdim elədiyi kimi, mən ailə həkimi və pediatr olaraq hal-hazırda Şəmkir Sağlamlıq Tibb Mərkəzində çalışıram və həkim kimi öz 41 illik təcrübələrimi və fəaliyyətimi deməli, sizin sağlığınıza xeyir olan hissələrini sizinlə paylaşmaq istəyirəm. Əziz izləyicilər, biz hamımız təbiətin bir hissəsiyik, ayrılmaz bir hissəsiyik. Bunu heç vaxt unutmayın. Biz təbiətin ayrılmaz bir hissəsiyik. Bunu ikinci dəfə nəyə görə təkrar edirəm ki, yadınızda saxlayın bunu möhkəm-möhkəm. Demək ki, bizim hal-hazırda xəstələnmələrimizin bu qədər çoxlu sayda olmasının və çox böyük qlobal xəstəlik problemlərinin yaranmasının bir nömrəli səbəbi bizim özümüzü təbiətdən ayırmamızdır. Yəni, biz təbiətlə vəhdəti itirmişik, özümüzü təbiətdən çox-çox tədricə etmişik. Ona görə də bunun müqabilində təbiət bizi çox gözəl cəzalandırır və yaxşı edir cəzalandırır. Çünki təbiət dediyimiz Allahın yaratdığı nemətləri qoyub, ziyanlı, insanların mənşəyi bilinməyən, tərkibi bilinməyən yaratdıqlarından təbiətdə həmin deməli qidalara, adekvat qidalar olduğu halda, təbii qidalar olduğu halda istifadə etməmiz bizim bu xəstələnmələrimizə səbəb olur. Əziz izləyicilər, yadınızda saxlayın ki, bizim demək xəstələnmələrimizin 90% səbəbi bizim qəbul elədiyimiz qidalara bağlıdır. Ümumiyyətlə, o insan, o uşaq sağlamdır ki, onun mədə bağırsağı sağlamdır. Və bu saat xəstələnmələrin böyük əksəriyyəti qidalanmalarla bağlı bizim mədə bağırsağımızdan başlayır. Çoxlu sayda demək ki, konservatlı, dadlandırıcılar həddindən artıq vurulan və cəlbedici içkilər və qidalar satışı baş alıb, fürsət alıb gedir. Böyük marketlər, kiçik marketlər həddindən artıq deməli, bizim orqanizmimizə ziyanlı olan konservatlı qidalarla doludur. Və bu qidalardan istifadə bizim sağlamlığımızı itirməmizin birinci əsas şərti sayıla bilər. Yadınızda saxlayın, bu qidalar hamısı konservatlı qidalardır. Yəni, tərkibinə saxlama müddəti uzadılmaq üçün qatqılar qatılmış qidalardır və onların istifadəsi çox böyük mənfi nəticələrə gətirib çıxarır. Mən deyərdim ki, bu saat əsrin problemi olan xərçəng problemi, xərçəngin başqa adı kanserdir bildiyiniz kimi. Kanser problemi elə bu konservatlı qidaların qəbulu ilə əlaqədardır. Demək ki, ona görə də bu qidalardan maksimum dərəcədə özünüzü ayırmaqla, onlardan uzaq durmaqla, eləcə də orada olan içkilərdən, yəni konservatlı, energetik içkilər və yaxud da təbii şirələr adı ilə satılan şirələr, onlardan uzaq durmaqla siz öz sağlığınızı maksimum dərəcədə qoruya bilərsiniz. Sizin hamınızı həmin qidalardan həddindən artıq uzaq durmağa çağırıram və sağlamlığınıza dəyər verməyə çağırıram. Çünki insanın həyatında ən önəmli, ən dəyərli şey sağlıqdır. Sizin yadınızda saxlayın, ən qiymətli əlinizdə olan
sizin deməli varınız, dövlətiniz sizin sağlığınızdır. Bunu unutmayın, heç vaxt unutmayın. Onu itirdikdən sonra isə onu bərpa etmək çox çətin olur. Həkim, çox gözəl vurguladınız həkim. Həkim, bildiyiniz kimi məşə bilinməyən çox qidaları var, içkiləri var və bunların içərisində ən çox istifadə olunan enerji içkilərdir. Çox təəssüf edirəm ki, uşaqdan tutmuş böyüyə qədər hamı da onu istifadə edir. Məşəni bilməyə istifadə edirlər və fəsadları da yayın ki, çıxırdı ortalığa. Və onunla bağlı istəyirəm ki, dəyərli fikirlərinizi bölüşəsiniz ki, bizim də izləyicilərimiz bilsinlər ki, həqiqətən bu məhsulları almasınlar. Çox gözəl vurğuladın, Zəfər müəllim, vurğuladınız. Deməli, bu saat mənə müraciət edən yeniyetmə yaşında olan uşaqları şikayətlərinin əsas hissəsi odur ki, uşaqlarımız həddindən artıq aqressivdirlər. Düzdür, bunların keçid dövrü ilə əlaqədar onlarda xasiyyət dəyişkənliyi olur, biraz yəni oyanıcılıq olur, bu heç. Amma analardan, valideynlərdən məlumat topladıqda aydın olur ki, onların əksəriyyəti bu energetik içkilərdən istifadə edirlər. Hətta bu şikayətlərlə gələnlərin bir 90%-də əlində həmin içkilər, adlarını demirəm, bu həm antireklam, həm reklam olardı. Yəni özünüz bilirsiniz, bilən bilir. Bu içkilər əlində gələn uşaqlar olur və həmin içkilərdən istifadə edirlər. Onların nəinki həmin bu energetik içkilərin, eləcə də qidaların tərkibinə maniya törədən, asıllıq törədən vasitələr qatırlar və onlar da uşaqda yeniyetmədə həmin içkiyə qarşı asıllıq yaradır və onu qəbul etmədikcə o sakitləşmir. Eynən narkotik kimi. Ona görə də bu içkilərdən maksimum dərəcədə uzaq durmağınızı tövsiyə edərdim. Deməli ki, üzərində yazılan məlumatlar budur ki, sutkada gün ərzində bir bankadan istifadə etmək olur da, elə bir ki, 250 deyəsən qram olmalı, səhv etmirəmsə. Amma bizim vətəndaşlar, insanlar 3-ünü alırlar, 4-ünü alırlar. O da böyük problemlər nəticəyə çıxardır. Əsəbilik, yuxusuzluq, həyəcan, ürəkdə döyüntü. Yəni bunu bilə-bilə bunun qarşısını ala bilmirlər. Özləri də meyli deyil qarşısını almağa. Mağazalarda bayaq dediyim kimi yaxınlaşır uşaqlar, satıcı atqaz eləmir, verir, satır. Da fikirləşmir ki, sənin də uşağın var, bunu zəhərlər uşaq. Belə şeylər problemdir. Tamamilə haqlısınız. Yəni bizdə səhiyyə maarif işləri, qida təhlükəsizliyi haqqında təbliğat işləri, məktəbdə uşaqların sanitar gigiyenasına aid olan təbliğat işləri çox zəifdir və demək olar ki, mən heç rast gəlmirəm. Axır vaxtlar yox dərəcəsindədir. Bu da səbəblərdən, yəni bu nəticənin səbəblərindən biridir. Deməli, energetik içkilərin istifadəsinin mərkəzi sinir sisteminə təsirini bəzi valideynlər qəbul etmirlər və yaxud da ki, deməli, filan kəs də qəbul edir, ona heç nə təsir eləmir, mənim uşağıma niyə belə təsir edir, o da. Bütün insanların orqanizmi eyni deyil və hər adama da içkilər eyni dərəcədə təsir etmir. Alkoqolu içkini götürün. Siz valideynlər var ki, deyirlər ki, doktor, məsələn, içkinin onun sinir sisteminə, onun xasiyyətinə, onun davranışına nə dəxli var? Alkoqol, spirt, araq necə sinir sisteminin durumunu dəyişirsə, ya əsəbi edir, ya aqressiv edir, ya şən edir, yəni onun dəyişirsə, eləcə də həmin içkilər də mənfi, əsasən 99% mənfi yöntəmdə pis təsir edir. Bu içkilərin üstündə yazılan bütün yazılar isə reklam xarakterli yazılardır. Yəni bir içkidən, birindən artıq qəbul etmək olmaz, yəni birini qəbul edə bilərsiniz. Yəni mən bunun heç birinin qəbulunu sizə məsləhət görmürəm. Və yadında saxlayın, hər şeyin çoxu ziyandır. Təbiətdə hər şeyin çoxu ziyandır. Demək, dahi şairimiz Nizami Gəncəvi nə deyir? Birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Yəni su ziyansız bir şey kimi qəbul olunubdur bizdə, bütün dünyada. Amma onun da artığı ziyan edir. Ona görə də nəyi nə qədər istifadə etməyin çox böyük önəmi var. Bu ziyanlı, zərərli qidaların və içkilərin istifadəsini isə heç məsləhət görmürəm. İstisna hallarda da, yəni çox az miqdarda istisna hallarda istifadə edə bilərsiniz. Yəni yanınızda su yoxdursa, olacağınız yerdə belə. Onu da yəni istisna bir hal kimi dəyərləndirirəm. Bu içkiləri
yeniyetmələrdən, gəncliyimizdən uzaq tutun. Bizim gələcəyimiz, bizim həyatımız uşaqlarımıza bağlıdır. Uşaqlarımızın, gələcəyimizin sağlamlığı bizim xoşbəxtliyimizdir. Qoyun, yəni çalışaq, doğrudan da uşaqlarımız sözün əsl mənasında xoşbəxt olsun. Sağlamlıq olmayan yerdə heç bir xoşbəxtlik ola bilməz. Həkim, bax bildiyiniz kimi çox evlərdə ev üsulundan hazırlanır da bu kompotlar, meyvə şirələri. Çox təəssüf edirəm ki, o içkilərdən uşaqlar uzaq dururlar. Hətta içmək istəmirlər. Amma onlar artıq öyrəşiblər də, artıq çox təəssüf edirəm. Demək olar ki, hər uşağın əlində enerji içkiləri var. Onun eləsi var, valideyn bacara bilmir, valideyn özü də məcbur qalır, verir ki, uşaq sakitləşsin. Amma bilmir ki, o zəhər o 20-30% yavaş-yavaş bədənə gəlir. Tədricən ziyanlı vasitələrin bir də belə bir situasiya yəqin ki, hamı rast gəlib. Kimsə hansısa bir xəstəliyi üzrə müalicə alırsa, deyir ki, hələ bir effektini görmürəm. Kənardan bir şəxs, çəkim olmayan bir şəxs müdaxilə edir və deyir ki, bir müddət sonra təsir olacaq. Bu, yəni yanlış yanaşma deyil. Həqiqətən də biz qəbul elədiyimiz qidalar da, dərmanlar da, onların böyük əksəriyyəti qaraciyərimizdə, bizim demək, toksinləri zərərsizləşdirən orqanımız olan qaraciyərimizdə yığılır, qalır. Biz ona tibbi dildə kumulyasiya deyirik. Yığılır, orada qalır və tədricən öz təsirini göstərir. Eləcə də bu energetik içkilərdə qəbul etdiklərimiz orada yığılır, zərərli maddələr qalır və sonradan öz təzə təsir göstərməsə də sonradan öz mənfi təsirlərini göstərir. Deməli həkim, ən problem odur ki, qiyməti ucuz olduğuna görə, məsələn, məktəb uşaqları bufet əvəzinə yaxınlaşır 50 qəpik taxır. Ucuz olduğuna görə qatıqlar ondan istifadə edirlər. Tamı da yaxşı dadır, amma bilmirlər ki, onun içində nələr baş verir, nə qatıqlar var. Onu da maarifləndirmək lazım ki, buradan məsələn məktəblərdir, balaca mağazalardır. Hamısı da təəssüf edirəm ki, gələn uşaqlara satırlar. Kimlərsə qazanır, biz isə sağlamlığımızı itiririk. Bizim üçün ən dəyərli varlıqlar olan uşaqlarımızın xəstəliklərinə səbəb olur o yanaşmalar. Ona görə də mən Qida Təhlükəsizliyi Agentliyini, Təhsil Nazirliyini bu işə cəlb olunmağa çağırıram, nəzarətə çağırıram. Yəni uşaqların qidalanmasına məktəbdə nəzarət mütləq lazımdır. Çünki uşaqlar məktəbdə də qidalanmadan kənarda qalmırlar və buna nəzarət sağlam qidalanmaya və vaxtı keçməmiş qidalardan istifadə nəzarəti mütləq lazımdır. Hətta onu da bildirim ki, bəzi ölkələrdə bu enerji içkilərinin satışı qadağan olunubdur. Amma çox təəssüf edirəm ki, bizdə hal-hazırda ən çox satılan demək olar ki, içkilərdən biridir. Bəli, yəni bizdən Böyüklər həkim bilirsən, bilə-bilə alıb özünü zəhərləyir, uşaqlar bilməyə. Əslində mən bir həkim olaraq sizə bu tövsiyələri verirəm, amma bunları anlamaq üçün heç həkim olmağa ehtiyac yoxdur. Allah hamımıza ağıl veribdir, düşüncə veribdir. Yəni biz oturub Azərbaycanlıların deyimi var, papağımızı qarşımıza qoyub bir dərindən fikirləşsək, görərik ki, biz bu yanaşmamızla Allaha qarşı çıxmış oluruq. Yəni biz Allahın yaratdıqlarını qoyub, təbii şəkildə evdə hazırlanan kompotlarımızı, mürəbbələrimizi və s. qidalarımızı qoyub, dükanda konservatlar qatılmış qidaları almağa üstünlük veririksə, Allah da bizi cəzalandırır. Çünki Allahın yaratdığı təbii nemətləri qoyub, biz süni qidalara qaçırıqsa, onlar da təbiilikdən ayrıdır, biz özümüzü təbiətdən ayırmış oluruq və bu da bizim xəstəliyimizin birinci başlayanda dediyim kimi birinci səbəbidir. Həkim, bir də bildiyiniz kimi bu internet çıxandan sonra ölkədə, ümumiyyətlə dünyada insanlar çox aqressivləşdi, dəyişildi. İnsanlar bir-birini yad eləmir, heç kim yoxlamır, hamı internetdən istifadə edir və uşaqlar demək olar ki, günün elə yarım müddətini istifadə edirlər internetdən, telefondan və o da uşaqlar dərsdən yayınır, əsəbli olurlar, bir-birinə qarşı əsəbli olurlar, valideynlər eşitmirlər. Yəni bunu da kökündə dayanan əlbəttə ki, bizik də valideynlərdir. Biz valideynlərik. O internet olmasa Yəni internet bu əsrin vacib bir şəbəkəsidir, vacib bir hissəsidir. Yəni onsuz özümüzü təsəvvür edə bilmirik. Bu saat biz heç birimiz yəni mobil telefonsuz özümüzü təsəvvür edə bilmirik. Amma bayaq dediyim kimi hər şeyin artığı ziyandır. Eləcə də internetin
internetdən çox istifadənin artığı və lazımsız yerə istifadənin artığı ziyandır. Valideynlər var, mənə müraciət edirlər ki, doktor, uşağımda diqqət yayınıqlığı, yaddaşsızlığı əmələ gəlir. Bunun bir nömrəli səbəbi beynin həddindən artıq lazımsız, zərərli, aşağı səviyyəli məlumatlarla şəbəkələrdən baxdığı məlumatları beynə yükləməsidir. Biz elə bilirik ki, biz baxdıq və keçdik və salam qutardı. Amma beyin elə bir mükəmməl bir, Allahın yaratdığı elə bir orqandır ki, insanın yaratdığı telefonun yaddaşında nələrsə uzun müddət qalırsa, təsəvvür edin ki, milyonlarla artıq dərəcədə olmaq şərti ilə insanın yaddaşında baxdıqları hər bir şey qalır. Sadəcə o yaddaşın bir növ kobud şəkildə deyəcəm, zibil qutusundadır və beyin yüklənir həddindən artıq. Hər bir orqanın da yüklənməsi onu yorur və işini zəiflədir. Beynin işi düşünməkdir, beynin işi mühakimə etməkdir, öyrənməkdir. Yəni bu işlərə beyin yorulduğundan özünün lazımi fəaliyyətini cəlb edə bilmir. Ona görə də yaddaşsızlıq da əmələ gəlir. Hətta mən deyərdim ki, bu əsrdə, yaşadığımız bu əsrdə beyin şişlərinin bir nömrəli səbəbi həddindən artıq internetdən istifadə etməkdir və beynin funksiyasının istifadə etməklə pozulmasıdır. Uşaqlar var ki, valideynlərin söylədiklərinə əsasən deyirəm, saat 5-ə qədər, 4-ə qədər ancaq telefonda, sosial şəbəkələrdə olurlar, yuxu pozulur və bu da təkcə beynin funksiyasını pozmur. Orqanizm, insan orqanizmi vahid bir sistemdir. Bu nə deməkdir? Yəni, bütün sistemlər bir-birinə əlaqədardır. Bizim mədəmizdə problem olursa beynimizdə təsir edir, beynimizdə təsir edirsə qaraciyərə. Yəni, beynimizin funksiyası pozulursa, bütün sistemlərin funksiyası, işi pozulur və bu da orqanizmdə çox ağır xəstələnmələrə səbəb olur. Deməli ki, bu gedişdən televiziyaya baxanlar azalır. Demək olar televiziya arxivə müzəyə girəcək. Çünki heç kimdə televiziyadan istifadə eləmək istəmir. Hamı da internetdən, telefondan istifadə edir. Çox təəssüf edirəm. Yəni uşaqlar bilmir ki, televiziyada nə göstərirlər, nə baxmaq olar. Mən indi bax, Çınar TV-nin fəaliyyətini, yardımsevərliyi, mən yardım işi ilə məşğul olmağı çox insani bir keyfiyyət kimi dəyərləndirdim. Yəni insanpərvərlik. İnsan ictimai bir varlıqdır. İstər-istəməz Bəhmən müəllimin bu sözlərindən sonra mənim yadıma Bəxtiyar Vahabzadənin bir kəlamı düşdü ki, qorxuram ki, insanlar qala, insanlıq ölə. Həqiqətən də bir növ insanlıq bu sosial şəbəkələrdən çox istifadə etməyin nəticəsində, insanların ünsiyyətinin azalması nəticəsində insanlıq ölmək üzrədir. Yəni, insan olaraq ünsiyyətdə insandır. Yəni, o təcrid olunmuş tək bir yerdə o insan sayıla bilməz. İnsanlar bir-birləri ilə nə qədər çox ünsiyyətdə olurlarsa, onların sinir sistemi normal olur, sosial şəbəkələrlə paylaşmalarla yox, birbaşa bir-birlərini hiss etməklə, yəni bir-birlərinə qonaq getməklə, uşaqları ilə valideynlər ünsiyyətdə olmaqla, oynamaqla, uşaqlarına layla söyləməklə, yəni insani yanaşmalar, birbaşa yanaşmalar etməklə ünsiyyət daha çox çoxaldılmalıdır, nəinki internetdən istifadə etmək. Yəni bunları diqqətinizdə saxlayın və istifadə edin. Deməli ki, 20 il bundan qabaq olan gənclər, 11-də oxuyan gənclər elə bildin ki, yaşlı bir insandan oxşuyurlar da, belə çox böyük göstərilir. İndiki 11-i bitirən gənclər elə bilsən ki, 4-də 5-də oxuyur. Qidasızlıq, eyni zamanda hərəkətsizlik. Biz həyat haqqında danışanda belə bir kəlam yəqin ki, hamının yadındadır. Həyat hərəkət deməkdir. Hərəkət olan yerdə həyat var. Yəni, hərəkət eləməyən insanlar bütün gün sosial şəbəkədə hərəkətsiz vəziyyətdə istifadə edirlər də, böyük əksəriyyətlə, nadir hallarda nəsə hərəkət eləyir, istifadə edirlər. Və bu hərəkətsizlik də orqanizmin bütün sistemlərində durğunluq yaradır. Və durğunluq olan yerdə də çökmələr olur. Damarlara çökmələr, zərərli şeylərin, sidik hissəsinə daşların çökməsi, böyrək kristalların çökməsi və bu durğunluq, hərəkətsizlik onu yaradır. Ona görə də yəni hərəkət maksimum dərəcədə ünsiyyətlə yanaşı, hərəkətdə olmaq da yəni çox önəmlidir. Bu da uşağı həm də bu sosial şəbəkələrdən də müəyyən qədər ayırır və mən valideynlərə buradan məsləhət görərdim ki, elə bu böyüklərimizə də aiddir. Yəni, hərəki aktivliklərini çoxaltsınlar, uşaqlarını idmandan yayındırmasınlar, hərəkətli işlərə cəlb etsinlər, uşaqlarına iş gördürməkdən qorxmasınlar və yadda saxlayın ki, uşaqları ən çox tərbiyələndirən, onları sağlam tutan, onları əməyə alışdırmaqdır.
Yəni uşağınızı indidən istismar edin demirəm. Yəni az da olsa gücləri çatan müəyyən bir işlər gördürün, həm öyrənsinlər gələcək həyatları üçün, nələrsə öyrənsinlər, həm də onların hərəkətləri olsun, bu da onlara sağlamlaşdırıcı təsir edəcəkdir. Çox gözəl vurğuladınız ki, minnətdaram. Dəyərli fikirlərinizə görə təşəkkür edirəm. Və inşallah gələn verilişlərdə gözəl bir mövzu ilə yenə qarşınıza gələcəyik və dəyərli həkimimizin yenə başqa bir mövzuda fikirlərini öyrənəcəyik inşallah. Və buradan demək istəyirəm ki, həkim, çox sağ olun ki, həqiqətən də insanlara çox layiqli fikirlər dediniz, önəmli fikirlər açıqladınız. Həqiqətən də insanlar özlərini məhv eləməyə çalışmasınlar. Bəli, biz özümüzün düşməniyik. Bizə deməli kənardan düşmən lazım deyil. Əgər ağlımız varsa, məntiqimiz varsa, düşünüb düzgün hərəkət etsək, Allahın qoyduğu yolla getsək və problemlərimiz də çox az olar. Mən də buradan demək ki, Çınar TV-nin bu fəaliyyətini dəstəkləyərək Şəmkir cəmaatına, Şəmkir də yaşayanların hamısına, yəni ürəyində Allah sevgisi olan, İslam sevgisi olan bütün şəxslərə çağırış edirəm. Bu yardım kampaniyasına qoşulun. Biz çalışaq ki, hamı özümüzünki kimi yanaşaq. Bu dünya, demək ki, dünya bütün bu müharibələrdən, bütün bu kəşməkeşlərdən, bütün bu çətinliklərdən o vaxt xilas olacaq ki, insanlar bir-birlərinə özününki kimi yanaşsınlar, bir-birlərinə yardım etsinlər, yıxılanı qaldırmaq üçün əl uzatsınlar. Yəni, dünya o vaxt mənalı olacaq və bütün bu çətinliklərdən o vaxt qurtulacaq. Hamınızı bu yardım kampaniyasına qoşulmağa çağırıram və demək ki, çox çətin vəziyyətdə yaşayan ailələrimiz var. Yəni, onları yad eləməyə, onlara yardım eləməyə demək çağırıram hamınızı. Şəmkirdə hardasa sayını dəqiq bilmirəm, kifayət qədər əhali var və onların hərəsinin 1 manat o yardımsevərlik həmin ailələrə ayırması heç kimi kasıb etməz zənnimcə. Və yardımsevərlik, bir də onu vurğulamaq istəyirəm ki, təkcə kiməsə nəsə aparıb verməklə bitmir. Kimisə maddi tələbatını ödəməklə bitmir. İnsanlığın bu maddi qayğılarla bərabər həm də bir insan sevgisinə, bayaq dediyim kimi ünsiyyətə də deməli ehtiyacı var. Ona görə də demək ki, bir Azərbaycan xalqı olaraq biz bu günlərdə bayraq gününü və qələbəmizin 5 illiyini də qeyd etdik. Onu da vurğulamaq istəyirəm ki, yəni bu qələbədə, bu sevincdə, bu rahatlıqda hardasa Azərbaycan xalqında bir rahatlıq da var hal-hazırda. Biz şəhidlərimizə minnətdarıq, qazilərimizə minnətdarıq. Qazilərimizə mən canlı şəhidlər deyirəm. Yəni, onları heç vaxt unutmamalıyıq, onlara dəyər verməliyik. Yəni, onlara bir xoş söz demək ki, şəhid anasına bir xoş söz demək ki, onun necəsən, nə tərsən halını soruşmaq onun üçün böyük bir dəyərdir. Onların ancaq sevgiyə ehtiyacı var, mən deyərdim. Bu cəhətdən də yardımsevərliyinizi göstərsəniz, onların tanış bilişinizdə varsa yardımına getsəniz çox yaxşı olar. Həkim, hərə öz sayəsində yardıma qoşula bilər. Bəli, hərə öz sayəsində yardıma qoşula bilər. Müəllim kimi dərsdən çıxanda fikirləşməlidir ki, mənim bugünkü dərsimin nə nəticəsi oldu. O dərsin bir nəticəsi olmalıdır. Yəni, axırda bir uşağa bir tərbiyə yöntəmində yanaşıb, tərbiyəvi nəticə verib çıxmalıdır oradan. Hər şəxs həkim olaraq, yəni bir xəstəlikdən qorunma tövsiyəsi verib bu işini tamamlamalıdır. Yəni, hamımız bir-birimizin çatışmayan nöqsanlarına, çatışmayan cəhətlərinə gülməli, istehza etməli deyilik. Əksinə, özümüzünki kimi ona yanaşıb yardım etməliyik. Həyat onda mənalı olur. Çox sağ olun, həkim. Əsl İslam sevər, əsl müsəlman, əsl Allah adamı belə olmalıdır. Yəni, hamınızı buna dəvət edirəm. Çox sağ olun ki, sizə dəstəyinizi verirsiniz. Dərəcədilər Şəhər həkimində çox sağ olsun. Bizim layihə dəstək verir. Ehtiyac olan insanlara da dəstək verir. Gələn xəstələrə öz köməyini göstərir. Allah kömək olsun, çox sağ olsun ki, bizim layihədə də dəstək göstərir. Və dərc edirlər. Bizim komandaya qoşulmaq üçün də 2 il yaxın davam edirik.
bizim WhatsApp qrupumuza qoşula bilərsiniz. 050 431. Nömrəniz var da sizin. Bəli, bəli. Hesab nömrəniz var. Deməli mən sizin hamınızı, məni tanıyanlar mənim yəni insani keyfiyyətlərimi bilirlər, təvazökarlıqdan kənarda olsa və mənim yalan danışmadığımı da bilirlər. Mən sizin hamınızı bu təşəbbüsə qoşulmağa dəvət edirəm və Çınar TV-nin yardım kampaniyasının hesabı var və o hesaba qoşulmağa və Azərbaycanda bir əsl yardımsevərlik kampaniyası, yardımsevərlik kanalı, rayonu və bütün dünyada, Türk dünyasında bir nümunə olacaq bir bölgə kimi, rayon kimi özümüzü təqdim etməyə çağırış edirəm. Bu kampaniyaya qoşulmanızı xahiş edirəm. Qoy hamımız xoşbəxt olaq, sağlam olaq, üzümüz gülsün, gələcəyimiz parlaq olsun. Və həkim, həm də bizim bu WhatsApp qrupunun həkim, həm qoşulmaq istəyənlər qoşula bilər, həm də yardıma ehtiyacı olanlar çəkinmədən bizim 050 431 6606 nömrəsinə bizə zəng vurub məlumat verə bilərlər. Bəs hesab nömrənizə də pul göndərə bilərlər? Bəli, bəli, bizim qrupun da hesab nömrəsi var. Azı 50 min nəfərdən tutsaq, əgər hər kəs 1 manat o yardım kampaniyasına yardım edərsə, sizi inandırıram ki, öz şəxsi təcrübəmə görə deyirəm, sizin o 1 manatınız sizə 10 qat qayıdacaq. Çünki Allah çox mərhəmətlidir. O, deməli, heç vaxt insanın o mərhəmətini boş buraxmır. Onun əvəzini 5 qat ona artıqlaması ilə qaytarır. Və sizin özünüzün bir ruhunuz sakit olacaq, mənəviyyatınız saflaşacaq. Yəni, Allaha daha da yaxın olacaqsınız. Cənnətin bir köşəsində yer qazanmış olacaqsınız. Yəni, hamınızı bu kampaniyaya qoşulmağa dəvət edirəm. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram dəyərli fikirləriniz üçün. Çox gözəl müsahibə oldu. Və dəyərli, bugünlük bu qədər verilişimiz yekunlaşır və inşallah gələn mövzuda yenə şənliyə kimi qonaq olacaq, dəyərli fikirlərinizi çatdıracaq yerə. Biz izləməyi. Nə sualı olarsa, məndən eşitmək istədiyi, izahını eşitmək istədiyi nə sualı olarsa, yəni mənim bildiyim səviyyədə olan bir şey olacaqsa sizə cavablandırmağa həkimin əlaqə nömrəsini ekrana yerləşdirəcəyik. Dəyərli izləyicilər, öz fikirlərinizi həkimdən ala bilərsiniz. Çox sağ olun. Bizi Facebookda, Instagramda, YouTube'da, TikTok'da baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Baxın və paylaşın. Paylaşın ki, çox sayda şəxslərin bu haqda məlumatı olsun. Yəni, ayılsınlar. Yəni, bu və faydalansınlar. Hər kəs izləyə bilsin. Çox sağ olun həkim. Təşəkkürlər, sağ olun. Sizə də təşəkkürlər ki, bu faydalı işlə məşğul olursunuz. Çox sağ olun həkim, sağ olun. Çınar TV hər zaman sizinlə, sizin kanalınız.